Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə bir çox abunəçilərim bu haqda yazır ki, nə edək toyuqlarımız kürt yatsın. O haqda yazıb belə deyərdim, məlumat vermək istərdim. Yəni toyuqların kürt yatmağı üçün nə etmək lazımdır? Əziz izləyicilər, videomuza keçməmişdən öncə artıq dərəcədə hər dəfə dediyim kimi yenə deyirəm, xahiş edərdim ki, videolarımıza like qoyun və kanalımıza abunə deyilsinizsə abunə olun. Çünki hər dəfə deyirəm, yenə də abunə olsanız da like çoxunuz qoymusunuz. Artıq dərəcədə xahiş edərdim ki, like qoyun. Belə, indi keçək əziz izləyicilər mövzumuza. Deməli, əziz izləyicilər, toyuqların nə etmək lazımdır ki, belə deyək də şey olsun, yəni toyuqlar kürt yatsın. Birincisi əziz izləyicilər, toyuğun kürt yatmağı onun sortundan asılıdır. Yəni yapon toyuğudur, nə bilim pompondur və s. kimi toyuqlar özləri kürt yatır. Həmçinin də cır toyuqlar belə deyim, kürt yatır. Ancaq toyuqların kürt yatmağı üçün birinci onu deyim ki, əgər toyuq bir ili yatdısa, o bütün ili belə deyim, kürt yatacaqdır. Yəni elə toyuqları siz satmayın, kəsməyin, eləməyin. Bir ili yatsa onu 3 il, 4 il, 5 il saxlaya bilərsiniz ki, o hər il yatacaqdır, ondan bala götürə bilərsiniz. Və belə deyim, onların da digərlərinin isə yatmağı, yəni buldirçi fərələrdirsə, istəyirsiniz ki, yatsın, basırasınız, onlara əziz izləyicilər çörək verin. Yəni çörəyi isladın, verin, gündə verin. Bu çörək onları belə deyim də kürt yatmağa, yəni eləyəcək ki, onlar kürt yatsın. Çörəyin içində belə deyim, droş olduğundan, yəni o qışqırtma olur, toyuqda qızışma verir və toyuq kürt yatır. Yəni sözü nəyə gətirmək istəyirəm? Əgər toyuqların kürt yatmağını istəyirsinizsə, onlara çoxlu çörək verin. İndi deyəcəksiniz ki, çörək belə deyim 60-70 qəpikdir, indi alaq onları. Evdə xarab olan çörəklərlə qonşuda kim toyuq saxlamırsa onlar verirsə, hətta elə yerlərdə belə deyərdim, çörəklər var ki, köhnəlir. Yəni indi o heyvanlara baxanlar bilirlər də, gedib alırlar 20 qəpikdən çörəyin birini. Bax elə yerlərdən tapa bilərsiniz. O çörəklərdən onlardan alıb belə deyim, verə bilərsiniz onlara. Yəni necə, onlar elə bir köhnə çörəkləri olur, 20 qəpikdən satırlar və onu siz alırsınız, isladısınız. Düzdür, bəzi insanlar kəpəklə zaten qatıb verirlər ki, artımlı olsun. Ancaq siz əgər onlara buğda verirsinizsə, heç kəpəyə ehtiyac yoxdur. Siz onu alırsınız, da o çörəyi isladısınız və belə deyim, qabaqlarına qoyursunuz. 10 dənə, 15 dənə toyuqdursa, indi nə qədərdir? İndi hər kəsdə bir cürətdə sayı az, çox. Və onu yeyirlər. Ondan hardasa, məsələn, 15-20 toyuqsa, ondan bir 3-ü, 4-ü rahat yatacaqdır. Bu çörək çox verəndə toyuqlar başlayır kürt yatmağa. Yəni bax bu üsulla edə bilərsiniz. Ancaq onun başqa bir belə deyim, dərmanı yoxdur ki, deyim ki, ay filan dərmanı gedib versəz, yəni gedib baytarlıqdan filan dərmanı alıb yemində versəz, suyunda versəz və yaxud tabletkada uduzdursanız eləsəz, o toyuqlar kürt yatacaqdır. Yox, elə şey yoxdur. Toyuğun əgər yatmağını istəyirsə, birinci o cır toyuqlar alın. O cır toyuqların 80%-i kürt yatır. Böyük toyuqlarda isə belə də yatan da olar, yatmayanı da. Ancaq onlara bayaq dediyim kimi çörək verdinizsə, onlar yatacaqdır. Ona görə əziz izləyicilər, çalışın çörək verin. Və əgər də siz toyuqların yatmağını istəyirsinizsə, yəni belə deyək də, toyuqlar kürt yatsın, xüsusi toyuqlar alın, pompon toyuqları alın, ondan sonra nə bilim yapon toyuğu, hətta Kuçinska yubileyna da deyirlər yaxşı yatır. Yəni
o toyuqdan da, yəni belə toyuqlar kürd yatırlar. Bir də heyrəti toyuqları yaxşı yatırlar. Hətta siz toyuqları heyrəti saxlamısınızsa, elə həvəsiniz yoxdursa, bir dənə heyrəti xoruzunu alıb toyuqların içinə sala bilərsiniz və ondan götürdüyünüz balalar dönmə olacaq. Həm yaxşı ət verəcəkdir, həm yaxşı belə deyim şey olacaqdır, toyuqlar olacaqdır, ətli, həm də yaxşı kürd yatacaqdır. O elə bil ki, heyrətidən dönmə toyuqlar, onlar yaxşı həm ətli olurlar, həm də ki, əziz izləyicilər, yaxşı kürd yatırlar. Yəni onların 99% yatır. Yəni bax elə toyuqlar özünüz şey eləyə bilərsiniz. Təbii ki də toyuqların da basırmağını istəyirsinizsə, yəni evdə belə deyək də, cücə istəyirsinizsə, cücəniz olsun, inkubator zat yoxsa, lal ördək ya da hündüşka saxlayın. İndi çox adam ördəyi sevmir, ay məhləni batırır. Ördək artırmayın. 3 dənə, 4 dənə lal ördək alın. Onlar yumurtayır və yatır. Heç erkək lazım deyil. Yatandan sonra onun altındakı yumurtaları götürün, işlədin yatan günü. Da elə bil ki, onu yumurtasını yığmaq lazım deyil. O elə bil ki, yumurtası yığılandan sonra başlayır kürd yatmağa. Kürd yatandan sonra altdakı yumurtaları götürün, yerinə toyuq qoyun. Onun altına rahat 20-21 dənə yumurta qoymaq olur. Və çıxardacaqdır. Onun özü 35 günə çıxardır. Hətta siz onu 2 dəfə belə basıra bilərsiniz. Siz təsəvvür edin ki, əgər sizdə 4 dənə lal ördək varsa və 4-ü də yatıbdırsa, hərəsinə də ən azı 20 dənə yumurta qoysunuz. Yəni ən azı deyəndə, yəni 20 dənə, 21 dənə öz yumurtası olur. Toyuqdur, hətta ondan biraz balaca olur. Hə, 20 dənə qoysa bu 80. 2 dəfə onları basırsaz, bu 80-160 dənə bala edir. Elə bircə dəfə basırdınız, bəsdir. Sonra durğuzandan sonra bir 15-20 gündən sonra yenə lal ördək yumurtayacaqdır. Onda isə siz lal ördək ümumiyyətlə çox gözəl çıxarır. Yəni belə deyərdim də, canlı inkubatordur. Siz onun altına hündüşka da qoya bilərsiniz. Pulla alıb, yəni o Kanada zat hündüşkası. Çünki o yeri hündüşkalar özü 15-16 yumurtayıb yatırlar. Kanada hündüşkaları ala bilərsiniz. Nə bilim yumurtasını, qaz yumurtası qoya bilərsiniz. Çox yaxşısa səsli ördək çox yumurtayır. 10 yumurtasını alıb qoyub çıxardandan sonra da elə dalına şərləyə bilərsiniz. Şey olsun. Yəni hündüşkadan da çox belə deyim, lal ördək çox sərfəlidir o barədə ki, yaxşı basılmağa görə altına hər şey qoya bilərsiniz. Lal ördəyin. Yəni bax belə əziz izləyicilər. İstəsəz belə edə bilərsiniz. Yəni əgər istəyirsinizsə həyətinizdə öz toyuqlarınızın yumurtasını basırarsınız. Ən yaxşı lal ördəkdir. Yox, lal ördək istəmirsə ay həyəti batıracaq. Setkada saxlayırsınız toyuqla bir yerdə, onda hündüşka alın. Hündüşkanın da altına təbii ki 20-25 dənə toyuq yumurtası rahat gedir. 2 hündüşkadan siz 50 dənə bala götürəcəksiniz. Əgər çoxsa 3 dənə, 4 dənə ala bilərsiniz. Daha hündüşka ki, kürd yatanda basırmaq elə. Bizdə keçmişdə belə deyək də, nənə babalarımız həmişə hündüşkanı inkubator kimi istifadə ediblər və onları elə basırıblar. Yəni bax belə əziz izləyicilər, toyuğun da özünün kürd yatmağını istəyirsinizsə, çoxlu çörək verin. O çörək onları, toyuqları kürd yatızdıracaqdır. Belə, bugün də istədim bu haqda danışan, məlumat verəm. Çünki çox abunəçilərim bu haqda yazır ki, belə deyək, toyuqlarımız kürd yatmır. Nə edək, nə verək, ən yaxşısı çörəkdir. Çörək verin, inandırım sizi yatacaqdır. Belə. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda görüşərik.